Hər vaxtınız xeyirli olsun əziz 93 FM radiosunun dinləyiciləri. Sağlam radioda sağlam şəkildə sizi salamlayıram. Sizinlə mən Paşa Abdullah yaxın bir saat yarım ərzində Biznesin Nəbzi proqramında biznes haqqında və biznesə belə deyək, ümumilikdə yaxın olan, yanından keçən, ötən nə varsa danışmış olacağıq. Studiyada bəli qonağımız var, amma qonağı təqdim etmədən öncə mən istərdim ki, baş sponsorumuz haqqında qısaca da olsa məlumat verim. Baş sponsorumuz isə VK brendidir. VK brendi 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və keyfiyyətli qapı pəncərə profillərini təqdim edir. Azərbaycanda isə 20 ildən çoxdur ki, yerli müştərilərə, Azərbaycan vətəndaşlarına xidmət göstərir. Əgər siz də eviniz üçün keyfiyyətli qapı pəncərə profilləri axtarışındasınızsa, o zaman VK brendinə müraciət edə bilərsiniz. Daha ətraflı məlumat əldə etmək üçün VK brendinin qapı pəncərə profilləri ilə yaxından tanış olmaq üçün 3W VK saytına daxil olursunuz. Həm rəng çeşidləri, həm də bütün VK məhsulları haqqında məlumat əldə edirsiniz. VK hər zaman etibarlı, rəqib tanımır. Bəli, az öncə qeyd etdiyim kimi studiyamızda qonağımız var. Qonağımız isə kimdir? Təqdim edim. Azərbaycan Toptancıları layihəsinin rəhbəri Ağacan Ağayevdir. Xoş gəlmisiniz Ağacan bəy. Buyurun, siz də salamlayın. Dinləyicilərimizi salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Siz sağ olun. Toptancı nədir sualı ilə başlayaq. Çünki mən özüm də yeni tanış olmuşam əslində. Belə bir layihə haqqında bir xəbərim, məlumatım yox idi. Ona görə mənim üçün də çox maraqlıdır ki, toptancı ümumiyyətlə nədir? Toptancını açıq sadə dildə izah eləsə olsaq, hər hansı bir məhsulun ixrac edən, idxal edən üzr istəyirəm və ya onu istehsal edib topdan şəkildə, toplu şəkildə satışını həyata keçirən sahibkar sayılır. Aha, deməli siz toptancı belə deyək, layihəsində topdan satışla məşğul olan kiçik sahibkarlar və yaxud da kiçik deməzdim, bəzi belə deyək, alver deyirik də biz ona el dilində. Toptancılar kiçikdən artıq çıxmış, artıq böyük sahibkarlardır, hansı ki milyonlarla dövriyyəsi var. Hətta. Bəli, ölkəyə küllü miqdarda, küllü sayda məhsul idxal edirlər. Çin və yaxud da Türkiyə, digər qonşu ölkələrdən də ola bilər. Bunları yəni kiçik adlandırmağımız biraz düşünürəm doğru olmaz. Əlbəttə, əlbəttə. Yox, bəzən olur, topdan məsəl üçün belə bir loru dildə misal çəkim də. Biri var tək-tək corab satırsan, biri də var paçka deyirik də, yəni bağlama şəklində. O da əslində kiçik formada desək bir topdan satmış olur da. Yəni bir ədədini 2 manatdan satırsa, amma məsəl üçün götürür 12 ədədli bağlamada verir 1 manat 50 qəpikdən. Bu da sonuçda topdan satmağın bir xırda hissəsi sayılır. Amma doğru vurğuladınız. Mən elə oradan davam etmək istəyirəm ki, bu ideya hardan qaynaqlanır? Yəni hardan belə bir fikir yarandı ki, bu toptancıları belə deyək də bir yerdə cəmləyib təqdim edirsiniz, tanıdırsınız, daha əl çatan olur, mən belə düşünürəm. Bu haqqda bir məlumat verərdiniz ki, bu ideya hardan qaynaqlanır? Bunu kiçik bir tarixçəsi var. Hardan bu fikir gəldi, necə oldu? Biz bunu bu layihəni yaratmaq qərarına gəldik. Özüm pandemiya dövründə geriyə qaçsaq, özüm 2014-cü ildə satış sahəsində fəaliyyət göstərmişəm. Xidmət satışı, məhsul satışı və s. 2020-ci ildə pandemiya dövründə yaxın dostumuzla qərara gəldik ki, bir tekstil fabriki var, həmin orada çalışırdı. Oradan məhsulları götürək biz bölgələrimizə, regionlarımıza isti satışını həyata keçirdək. Biz başladıq bunu, bu işi gördük. Pandemiya dövründə o ki, regionlarda yaşayan sahibkarlar, mağaza sahibləri və s. Bakıya gəlmək məhdudiyyəti var idi, yollar bağlanmışdı.
və bu fürsətdən istifadə edib biz də icazə vasitəsilə həmin regionlarda öz satışımızı həyata keçirdik. Pandemiya dövründə əla satışlarımız oldu. Aha, deməli mövcud çətin dövrü siz öz leyhinizə çevirməyi bacardınız da bu ideya ilə. Buyurun. Daha sonra yavaş-yavaş bir ilə yaxın bu şəkildə biz çalışdıq. Daha sonra isə pandemiyalarda artıq yumşalmalar başladı. Artıq o rayonlar arasındakı keçid məntəqələri və sair yığışıldı. Sahibkarlar rahat şəkildə özü Bakıya üz tutur. Həmin böyük ticarət mərkəzlərindən alış-verişi özləri artıq başladı etməyə. Siz olmadan da birbaşa başladılar bu işi görməyə. Bu zaman bizim həmən görəcəyimiz iş dövriyyəmizdə belə deyim, getdikcə zəifləməyə başladı və biz qərara gəldik ki, həmən bu işi mağaza şəklində çevirək, mağaza şəklində fəaliyyət göstərək və biz mağaza açdıq. Mağaza açdıq və həmən tekstil məhsullarını öz mağazamızda satışını həyata keçirməyə başladıq. Sadəcə bizdə həmən fabrikdən yalnız bir neçə məhsul çeşidini satmağı həyata keçirirdik. Mağazada elədik ki, artıq 50-60 çeşiddə məhsul satışı həyata keçirməliyik həmən tekstil, ev tekstili sahəsi üzrə. Sonra biz üst tutduq yenə həmən böyük ticarət mərkəzlərindən toplantıları axtarıb tapıb onların məhsullarını alış edib öz mağazamıza satışını həyata keçirdik. Və bu zaman həmən çətinliklərlə rastlaşdıq ki, bazarda demək olar ki, kimə yaxınlaşırsan, soruşursan ki, toptancısınız və yaxud da toptan satış edir. Hamı demək olar ki, əksəriyyət deyir ki, bəli, bizdə toptan satışı var, toptancıyıq. Amma lakin bazarı araşdırandan sonra, bir neçə ay bazarda olandan sonra görürsən ki, bu adam toptancı yox, elə məsəl üçün böyük toptancı var, hansı ki, bir neçə mağaza o tərəf oradan məhsulu götürür, özündən satışı. Özü gətirmir də belə deyək məhsulları. Kimdənsə götürüb ikinci əl olaraq toptancı olaraq satışını həyata keçirir və burdan həmin o çətinliklərdən sonra mağazanı işlətdiyim dövrdə həmin bu fikir yarandı ki, kim ki biznes qurmaq istəyir, kimin ki və yaxud da mövcud biznesi var, regionda fəaliyyət göstərir, lakin toptancıları tanımır. Bakıya gəlib getmək tez-tez, yəni əlverişli deyil onlar üçün, əlçatan deyil. Və mən bu toptancıları çəkib tanıdıb göstərim ki, kimlər ki bilmir, tanımır, daha rahat şəkildə birbaşa ünvanlarını və sair əlaqə nömrələrini qeyd etməklə gəlib rahat şəkildə topdan məhsulunu ala bilsin. Belə yanaşaqda mən bir misal çəkəcəm. Çox doğma bir insan, düz indi həyatda yoxdur, təəssüflər olsun. O hər zaman belə bir ifadə işlədərdi ki, biznesdə alanda udmaq, yəni qazanmaq lazımdır, satanda yox. Deməli burdan belə başa düşürəm ki, o özünü toptancı kimi qələmə verən şəxslər ikinci əldir deyə birinci şəxsdən alır topdan və topdan adınla satır, lakin artıq üzərinə bəlli bir pul qoymuş olur. Bəli. Bu da o biznes, kiçik mağaza açmaq istəyən şəxslərdə çətinlik yaradır. Sabah o qiymətlər, çünki bir neçə əldən keçəndən sonra qiymətlər çox artıq gəlir. Demək ki, bu cür çətinliklər var imiş. Əsas hansı sahələrin toptancıları tanıdırsınız? Yəni bir çərçivə varmı? Hansısa bir çərçivə? Hal-hazırda ümumiləşdirilmiş olsaq, qeyri-qida sahələrində fəaliyyət göstərən toptan. Yəni tekstil falan belə, oyuncaqlar. Oyuncaq ola bilər, bijuteriya, dəftər, kitab, ofis ləvazimatı, hədiyyəlik, xalça, qeyri-qida aid istənilən bir şey. Çünki qida sahəsi elədir ki, həm orada təcrübəm ümumiyyətlə qida sahəsində yoxdur. Ondan da əlavə qida biraz qalıcılıq müddəti falan. Qalıcılıq müddəti belə riskli olduğuna görə onu hələ ki gərək oturub düşünək ki, ora girim. Düzdür, müraciətlər gəlir, istəyənlər var ki, toptancılar, qida toptancılarını da çəkək, göstərək. Lakin o ehtiyatı hələ ki saxlayırıq. İnşallah irəliləyən zamanlarda. Buradan mənim ağlıma bir ideya gəldi. Olmazmı ki, o sahəni bilən adamı bir əməkdaş kimi cəlb eləyəsiz? Olar, əlbəttə ekspert olaraq kimdənsə əməkdaşlıq edib o şəkildə eləmək olar. İnşallah biz hələ ki bir ildən biraz artıqdır ki, biz fəaliyyət göstəririk, amma irəliləyən aylarda, il sonuna qədər inşallah daha geniş şəkildə və daha çox toplantıya çıxmağı hədəfləmişik.
Lap gözəl, lap yaxşı, çox maraqlı bir yenilikdir də mən belə düşünürəm. Mən görməmişəm belə ikinci bir bu formada bir fəaliyyəti olan kimisə. Yoxsa var. Ölkədə Yəni pərakəndə şəkildə ola bilər kimsə məsəl üçün hansısa blogerdir və yaxud da məşhurdur, ona bir reklam çarxı kimi çəkib paylaşsınlar hansısa bir topdançını. Amma belə ümumilikdə məncə yoxdur. Ümumilikdə yoxdur ölkədə, amma bu işlə məşğul başlayandan sonra o alqoritmalar məndə qarşıma çıxardı. Başqa digər qonşu ölkələrimizdə bu şəkildə fəaliyyət göstərən var. Onlarda artıq biraz daha belə iri miqyaslı, müəyyən applikasiyalar, saytlar üzərindən gəlmədən sifariş verirlər və bunlar ticarət mərkəzlərinə əlaqəsi var. Onlardan birbaşa sifarişi qəbul edib özləri həmən tükəticiyə çatdırırlar. Həm də mənə elə gəlir ki, orada daxili bazarın o ixrac olunan mallar, tekstil, məsəl üçün qardaş ölkə Türkiyədə tekstil çox inkişaf edibdi. Onların özü də əslində bazarın geniş olmağı da məncə rol oynayır burada, elə deyilmi? Bəli. Bizdə həm alıcı kütləsi, həm də 10 milyon əhali üçün istehsal da azdır və istehsal bir ölkə olaraq da biraz istehsalımız hələ ki müəyyən sahələrdə də indi inkişaf gedir. Sözsüz ki, mən şəxsən əhatəmdə olan bəzi adamlar var, dost, tanış falan. Bəzən eşidirəm fabriklər inşa olunur yeni, özdə yeni sahədə təbii ki, dövlətimizin dəstəyi olmaqla inkişaf gedir hal-hazırda. Əslində mən şəxsən bir vətənpərvər olaraq belə vurğulayım, sevinirəm eşidəndə ki, Azərbaycanda belə bir iş quruldu, belə bir şey ərsəyə gətirdilər və sizin kimi də məsəl üçün bu yenilikçi ideyaları olan şəxsləri görəndə çox belə deyək də o könlüm açılır. Bəzən onu vurğulayacağam, onu deməsəm olmaz. Bəzən bizdə belə bir düşüncə var ki, dəstək olmalıdır kimsə, adam olmalıdır, nə bilim nə olmalıdır. Amma bəzən baxırsan ki, sıfır maliyyə ilə əslində məsəl üçün sizin gördüyünüz belə deyək də bu ideya belə baxanda böyük bir maliyyə tələb eləməyib. Sadəcə olaraq əzmkarlıq. Yəni səhv deyirəmsə deyin ki, səhv deyirsən. Mən inanmıram ki, ora böyük bir yüz minlərlə vəsait yatırasan o işi ərsəyə gətirməkdən ötürü. Bu dəqiqə hər şeydə maşallah əl çatandır. İstəyərdim bu barədə başlayanda nə kimi çətinliklər oldu, qısaca da o haqqda bir məlumat verərsiniz. İnsanlar bizdə yeniliyə biraz açıq deyilik. O tərəfi var. Məsəl üçün siz belə deyək də addım-addım gəzib bir axtarmısınız da o sahibkarları ki, bura sizə belə deyək də bu layihəyə qoşulsunlar, falan iştirak eləsinlər. Nə kimi çətinliklər olubdu? Maraqlı nə olubdu? İlk başlayanda həmən fəaliyyət göstərdiyim sahə üzrə tanıdığım birinci əl topdançılar var idi ki, onlardan başladım ki, onlara təklif etdim ki, belə bir layihəyə başlatmışıq. Gəlin elə sizlə əməkdaşlığımız olub, sizlə işbirliyimiz olub. Elə sizdən başlayaraq bu layihəni başladaq. O şəkildə başladıq. Bazarda tanıdığım üçün, azdan çoxdan topdançıları tanıdığım üçün bu mənim üçün biraz elə bir üstünlük oldu. Onlardan başlayaraq çıxdıq yola. Düzdür, çətinliklər olurdu ki, bəzən izləyicilərdən həddən çox müraciətlər gəlir. Hər biri fərqli sahələrin topdançılarını istəyirlər. Amma biz də fiziki olaraq yəni hamısını tapıb, çəkib, tanımaq, göstərməkdə biraz məhdudiyyətimiz var. Lakin dediyim kimi başladıq öz tanıdıqlarımızdan, hansı ki bilirik ki, bu birinci əl topdançıdır. Bu məhsulu idxal edir, bu məhsulu idxal edir və yaxud da istehsal edir. Daha sonra isə keçdik, təklif elədik, araşdırıb tapıb. Bəziləri olurdu, razı olurdu, bəziləri olurdu, razı olmurdu. Amma yenə də siz də qeyd etdiyiniz kimi əzmkarlıq, disiplin davamlı şəkildə olanda nəticə əldə eləmək olur. Bax elə oradan qaldığımız yerdən bunu unutmayın. Biz qısa fasilə ayrılacağıq, amma ayrılmamışdan öncə mən əlaqə nömrəmizi qeyd etmək istəyirəm. Əgər suallarınız varsa və yaxud da siz də topdan satışla məşğul olan bir sahibkarsınızsa, buyurub səsli şəkildə yox, yazılı şəkildə WhatsApp üzərindən bizə müraciət eləyə bilərsiniz. Hər hansısa bir sualınız varsa, nömrəmiz isə 055 934 90 93-dür. Heç yerə ayrılmayın, dalğanı dəyişməyin. Az sonra yenidən birlikdə olacağıq.
Bəli, əziz dinləyicilər, salamlayıram yenidən sizi. 93 FM radiosunu dinləyirsiniz. Sizinlə mən Paşa Abdullah və təbii ki, qonağımız da burdadır. Heç yerə getməyib. Sizi maraqlandıran suallar varsa, əlaqə nömrələrini bir daha təkrar edirəm. 055 934 90 93 WhatsApp üzərindən bizə yalnız yazılı. Çox xahiş edirəm. Səsli mesajları burada səsləndirmə imkanımız olmayacaq. Əgər yenidən qoşulan dinləyicilərimiz varsa, onun üçün mən qonağımızı bir daha təqdim etmək istəyirəm. Azərbaycan Toptancıları layihəsinin rəhbəri Ağacan Ağayev studiyamızda bizimlədir. Və biz qaldığımız yerdən davam edirik. Toptancıdan danışırıq. Çox maraqlı bir layihədir şəxsən mənim üçün. Çünki insanlara, belə deyək, kiçik bizneslə məşğul olmaq istəyənlərə, bir mağaza, bir dükan açmaq, istər parfüm olsun, istər tekstil olsun, istərsə də digər mağaza açmaq istəyən insanlara topdan satış həyata keçirən sahibkarları daha əlçatan etmiş olurlar bu layihə çərçivəsində və mən növbəti sualla davam eləmək istəyirəm. Mənə maraqlıdır ki, bu layihəni az öncə qeyd etdiniz ki, hardasa 1 il yarımdır ki, bu layihə artıq var. Bax, bu layihəyə başladıqdan sonra o alındı, o yes, wow dediyiniz bir məqam var idimi sizin üçün ki, bunu bacardıq biz? Hər işin başlanğıcı olduğu kimi bizdə də başlayanda geniş kütləyə yavaş-yavaş çıxmağa başlayırdıq və biz əsasən həmən bu layihəni ilk olaraq sosial şəbəkələr üzərindən davam edirdik və orada istər-istəməz izlənmələri daha düşük sayda olurdu. Lakin izləyicilər tərəfindən tələbat oldu. Ara-sıra gəlirdi ki, bu sahələri çəkin, bu sahələri bizdə sırf izləyicilər hansı sahəyə, hansı kateqoriya məhsullara tələbat olursa, onlar üzərindən getməyə qərar veririk ki, daha faydalı olsun. Və biz də bijuteriya sahəsində. Elə onu soruşacaq idim ki, hansı sahədə daha çox maraq göstərilən? O alındı məsələsi bijuteriya sahəsində oldu ki, bir qısa video paylaşdıq və qısa zaman çərçivəsində 3 gün, 4 gün çərçivəsində yarım milyondan çox baxış gəldi. TikTokda yoxsa Instagramda? TikTokda. Yarım milyon. Özdə yeni açılmış səhifə idi də mən belə başa düşdüm, düzdürmü? Yeni başlamışdıq, 2 ay, 3 ay bu zamanda və artıq ondan sonra daha çox insan qarşısına çıxdı və daha çox reaksiyalar gəldi, daha çox istəklər gəldi, daha çox suallar gəldi və bundan bir növ həvəsləndik, başladıq daha ki düz yoldayıq da, sükanı belə saxlamaq lazımdır. Çox təşəkkürlər gəlir bununla bağlı səhifəyə ki, çox sağ olun, bu çəkirsiniz, göstərirsiniz. Regionlarda ən çox məsəl üçün bu çətinliklər yaşanır, regionda fəaliyyət göstərmək istəyən. Bəzi vətəndaşlarımız var ki, mağaza yox, məsəl üçün evdən çıxmadan hər hansı bir ticarətlə məşğul olmaq istəyirlər, onlayn. Deməli onlayn bölgələrdə satışla məşğul olmaq istəyənlər üçün də bir növ bu topdan satışla məşğul olanları birbaşa belə deyək, ovucularının içinə də, yəni Instagram, TikTok o mənada ovucularının içindədir də sizə müraciət etməklə birbaşa əlaqə qura bilirlər də. Səhifəyə YouTube kanalımıza girmək, orada bütün çəkdiyimiz toplantılar haqqında detallı video paylaşırıq ki, müddəti 15, 20, 25 bu mağazadan sonra olaraq dəyişir və orada A-dan Z-yə mağazanın yerləşmə ünvanından çeşid məhsulları var, necə əlaqə qura bilərlər, çatdırılması olunur, olunmur. Detallı həmən toplantısı haqqında məlumat veririk ki, rahat şəkildə girib baxa bilər, amma burada yadıma düşmüşkən deyim, bəzi bizi də biraz belə səbrimizi sınayan çətin məqamlar olur. Videonu sonadək izləmirlər. Videoda qeyd etdiyimiz məlumatları görmədən oradakı sualları bizə verib təkrar eyni sualları. Videonun sonuna çatmamış, halbuki videonun sonunda əlaqə nömrəsi, ünvan və sair kimi zəruri bütün məlumatları veririk. Amma videonun ilk 5-10 saniyəsində
baxıb nömrəsini soruşanlar olur, ünvanını soruşanlar olur və yaxud da bizim özümüzdən soruşurlar. Amma sonda qeyd olunub da bunlar. Bəli, son yəni ən çox da bu TikTok, Instagramda rastımıza gəlir ki, orada biraz daha az zaman İnsanları mən deyərdim elə məhz elə o bu kimi platformalar mən belə fikirləşirəm. İnsanlar axır vaxtlar əvvəllər məsəl üçün film daha çox izlənərdi. Yəni hər hansısa bir evdəm olsun, kinoteatrda olsun. İndi amma mən görürəm ki, hətta dünya kino sahəsində belə deyək, qısaldırlar get-gedə. Bəzən xronometrajlara baxıram ki, Hollywood filmidir. Biz öyrəşmişik axı 120 dəqiqə, 110 dəqiqə, yəni 90 dəqiqənin üzərində olsun. Baxırsan ki, 60 dəqiqə, 70 dəqiqə bir Hollywood film buraxıb. Bu da mənə elə gəlir ki, bu insanlar get-gedə həyatın axarı o qədər sürətlənibdi ki, istəyirlər ki, tez 5-10 saniyə baxın burada nə var və salam, keçim o birisi görüntüyə. Düzdür. İndi dövrümüzdə də həddən çox informasiya var və hamısını da elə bu sosial şəbəkələr vasitəsilə qarşımıza çıxır. Düzdür, hamısını yadda saxlaya bilmirik, amma hansı mənə ki, gəlir ki, beyin yüklənir istər-istəməz. Biraz da o bütün günü lazım oldu, olmadı. Məsəl üçün toptancı lazımdı mənə. Mən girdim, axtardım, tapdım. Bu ayrı məsələdir və mənim səbrim çatacaq onu baxmağa sona qədər. Ki görüm tam ətraflı məlumatım olsun. Bir şey ki lazımdırsa onu sonadək. Bəli, mənə lazımdırsa mən, amma o bütün günü ki telefon əldə ki qurtdalanırlar, elə özdə aşağı yuxarı gördü ötürdü. Yəqin ki diqqət eləmisiniz. Bu mənə gəlir ki, oradan qaynaqlanan bir məsələdir, amma burdan dinləyicilərə də bir tövsiyədə bulunmuş oluruq. Ağacan bəyin qeyd elədiyi kimi də xahiş edirik, bu toptancının sosial şəbəkələrdə olan videolarını izləyərkən sonadək izləyin, bütün məlumatları əldə edin. Əgər əlavə nəsə bir sualınız yaranarsa, o zaman əlaqə nömrəsini qeyd edirəm. 099 886 88 87 nömrəsi ilə əlaqə yaradıb istənilən yaranan suallarınıza cavab tapa bilərsiniz. Heç yerə ayrılmadan davam edirik. Biz yenidən sizinlə bir aradayıq və bu arada olmağımızın səbəbkarlarından biri də baş sponsorumuz olan VK brendidir. VK brendi haqqında kiçik bir məlumat verəcəm. Daha sonra qonağımızla yenidən müzakirələrimizə, söhbətlərimizə davam edəcəyik. VK brendi 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və keyfiyyətli qapı pəncərə profillərini təqdim edir. Azərbaycanda isə 20 ildən çoxdur ki, yerli müştərilərə Azərbaycan vətəndaşlarına xidmət göstərir. Əgər siz də eviniz üçün keyfiyyətli qapı pəncərə profilləri axtarışınızdasınızsa, o zaman VK brendinə müraciət edə bilərsiniz. Sifarişlər həm Bakıdan, həm də bölgələrimizdən qəbul olunur. Daha ətraflı məlumat əldə etmək, VK brendinin qapı və pəncərə profilləri ilə yaxından tanış olmaq üçün 3W-VK.az saytına daxil olursunuz. Həm rəng çeşidləri, həm də bütün VK məhsulları haqqında məlumat əldə edirsiniz. VK hər zaman etibarlı, rəqib tanımır. Bəli, biz davam edirik. Buradayıq 93 FM-də Biznesin Nəbzi proqramındayıq sizinlə birlikdə. Qonağımız isə dəyişilməz olaraq qalır təbii ki. Hələ vaxtımıza bir xeyli var. Çox maraqlı məqamlara toxunacağıq. Qonağımızı bir daha xatırlatmaq istəyirəm. Azərbaycan Toptancıları layihəsinin rəhbəri Ağacan Ağayevdir. Bizə bu toptancı layihəsi haqqında geniş məlumatlar verir. Ağacan bəy, məni maraqlandıran bir nüans da var. Sosial şəbəkələrdə var. Yəni Instagram, TikTok, YouTube. Bəs rəsmi bir sayt necə? Varmı? Yoxdursa da nə zamana plandadır? Nə kimi işlər aparılır bu istiqamətdə?
Hal-hazırda yoxdur. Məqsəd odur ki, daha baza olaraq əlimizdə daha çox toplanıcı əlaqəmiz olsun, əməkdaşlığımız olsun. Daha sonra onları bir saytda cəmləyib növbəti aylarda, günlərdə isə onları bir aplikasiya formasına salmaqdır. İl sonuna kimi inşallah bunu planlayırıq ki, bir sayt üzərində həmin toplantıların məlumatlarını, yerləşimini, hansı çeşid məhsullar satır və s. kimi zəruri olan məlumatları yenə sayt üzərində onları yerləşdirib, o ki bizə kim müraciətlər eləyir, soruşur, bu toplantısı var, yoxdur və yaxud da harda yerləşir, əlaqəsi və s. Onlara sadəcə biz saytımızı linkini və yaxud da adını deməklə rahat şəkildə onlar keçid edib, oradan lazım olan özlərinə hansı toplantısı lazımdırsa, həmən toplantıçının məlumatlarını əldə edə biləcəklər. Növbəti ildən isə inşallah onu bir aplikasiya formasına salıb daha rahat və idarə Özdə günümüzdə də süni intellekt maşallah inkişaf eləyib. Bir süni intellektdə bir bot da qoşursan ora, artıq sizin də belə deyək də o çətinliyiniz var. Mənə elə gəlir ki, o barədə çox sizə sorğular gəlir, müraciətlər gəlir. Zaten Instagram platforması üzərindən qoşuludur. Hazır cavablamalar var ki, hansı ki biz orada açar bir söz deyirik, yəqin ki sizin də rastınıza çıxıb, hər hansı həmin sözü avtomatik şərtdə bildirəndə zəruri məlumatlar onun həm şəxsi mesaj qutusuna gedir, həm də avtomatik o da şərh cavablayır. Çünki bəzən olur ki, indi açıb baxsaq 500-600 bir videoya şərh gəlir. Və o fiziki olaraq onların hamısını bir-bir oturub cavablasaq belə saatlarca vaxt olur. Mesaj qutusuna gələn mesajları, şəxsi mesaj qutusuna hansı ki gəlir mesajlar, nə sualla bağlı, onları elə bir 30-40 sual olur ki, məsəl üçün cavablayanda baxıram ki 1 saat yarım vaxt getdi. Bəli də, sualdan da sual yaranır. Müştəri bir sual ünvanlayır, cavablayırsınız, deyir, bəs onda filan şey necə oldu? Uzana gedir də zəncirvari olaraq. Ən çətin olan suallar bizdən maraqlıdır, nə kimi belə maraqlı suallar gəlir. Suallar ən çox məhsullarla bağlı gəlir. Çünki bir video tutaq ki, onların qarşısına çıxıb, o video, həmin videoda biz tutaq ki, saat göstərmişiksə, bizdən soruşur ki, şəkil atırsınız da bu saat varmı? Digər videoda məsəl üçün birinin qarşısına... Onda o da izləməyib də tam olaraq bu video nədən ibarət? Videonu izləyir. Siz sadəcə saatın satışı ilə məşğul deyilsiniz axı orada. Siz toplantıcının belə deyək tanıtımını orada eləyirsiniz. Bəli. Yəqin səssizdə baxıb, əlinizdə saat olub, düşünüb ki, saat sona qədər baxmır və ən azından keçib səhifəyə baxmır ki, bu səhifənin fəaliyyət sahəsi nədir. Birinin qarşısına bijuteriya çıxırsa, bijuteriya şəkil atır soruşur, biri saat atır soruşur, biri xalça soruşur, biri tekstil soruşur və bunların hər birinə də bunlara cavab verirəm və yaxud da deyirəm ki, bunun üçün bu əlaqə nömrəsindən əlaqə saxlayın, dəqiqləşdirin, bununla əlaqə saxlayıb dəqiqləşdirin. Siz nəyə oxşayır? Sanki elə bil hər o cür belə deyək də bir müştəri, yazan bir şəxs orada, sanki körpə o yeni başlayır anlamağa, uşaq dil açır, dayanmadan suallar verir. Gün ərzində özdə ortalama deyəsən bir sayı var o sualları ki, normalda 2 yaşdan 5 yaşa qədər uşaqlar nə qədər sual ünvanlayır. Sanki mən belə baxıram ki, siz orada bir hansısa uşaqla danışırsınız, o dayanmadan suallar verirsinizsə, çox çətindir əlbəttə ki. Buna görə ayrıca sizə bir səbr diləyirəm. Bu ayrı bir çətinlikdir. Mən şəxsən özümü o yerə qoymaq istəmədim. Mən açıq deyim, son illərdə özdə mənim belə deyim, telefon 1, 2, 3 səsi çox gələndə hətta əsasən də bu WhatsApp-dan. Yəni digər bildirişləri zaten bağlamışam. Yəni boşam, bir çay içirəm, o zaman açıram, görüm TikTokda nə var, nə yox, Instagramda nə var, nə yox. Bildirişlər bağlıdır amma. Yəni birbaşa bildiriş gəlmir. Bir dənə WhatsApp açıqdır. O da işdən kənar kimsə ki yazmır. Özdə var, bilmirəm sizin də, hər kəsin məncə tanıdığı bir ətrafında o adam var. Bir yazırlar, salam, necəsən? Bir ayrı-ayrı baxırsan, telefon artıq orada
insanın özünə də bir əsəb gəlir. Burdan hər kəsə bax o cür yazanlara burdan müraciət edirəm ki, çox xahiş edirəm, heç olmasa indi doğmalarınıza, yaxınlarınıza yazırsınızsa, xahiş edirəm belə platformalara, belə layihələr həyata keçirən insanlara bir özünüzü o şəxslərin yerinə qoyun. Düşünün ki, orada oturan insandır. Yəni gün ərzində minlərlə sizin kimi yazı gəlir. Düzdür, bu xidmət sahəsidir. Biz söz yox, biz qulluğunuzdayıq, belə deyək. Əlbəttə. Yəni söz yox, biz bu işi məsəl üçün biz deyəndə, yəni siz bu işi görürsüz ki, insanlara daha əl çatan olsun bu sahə. Amma onlar da mənə elə gəlir ki, öz anlayışlarından qarşılıqlı dəstək göstərmiş olarlar. Orada nəsə bir maraqlı bir yazışma falan yadda qalan olmuşsun. Vallahi Çox maraqlıdır mənim üçün. say dediyim kimi həddən çox yazışmalar, mesajlar və sair gəlir. Gülməli, məzəli çox olur rastlaşdığımız. Prosta hansını yadımda saxlayım, yəni biraz öncədən olan şeyləri özümdə yaddaşa vursaydım, indi burada rahat şəkildə dilə gətirərdim. Qeyd etdiyiniz kimi ən çox istədiyimiz odur ki, təbii ki, biz də bu çətin, mən də mağaza işlətmişik, yəni biz ticarətdə olmuşuq. O çətinlikləri görüb, anlayıb, yəni anlayışla qarşılayıram və hər birinə cavab yazmağı özümə borc bilirəm və cavab yazıram ki, cavabsız qalmasın, ən azından hər bir faydalı olsun. Amma bəzi nüanslar olur ki, qeyd etdiyim kimi, bütün zəruri məlumatları verilir videoda. Videonu sona dək izləməyib təkrar sual verəndə artıq o biraz insanı məyus edir ki, bunu bir zəhmət çəkilib, bunu bir efor sərf olunub sizlər üçün. Bunu sona dək dinləsəz, bütün orada məlumatlar sizin üçün zaten paylaşmışıq. Amma geri qalan nə suallar varsa, biri məsəl üçün biznes qurmaq istəyir, toplanıcı tanımaq istəyir. Biz də həmən orada mesajları bəzən avtomatlaşdırmışıq ki, suallar bölməsində hansı sualdırsa, biznes qurmaq istəyirsinizsə, vurduğunuz avtomatik sizə cavab gəlir və biz həmən suallar ətrafında müzakirələrimizə daha rahat apara bilirik. Mümkündür. Kim ki tanımaq istəyir, bazarı bilmir və yaxud da yeni başlayıb, regiondadır, ona tam dəstək verə bilirik. Onlarla birlikdə hansı bizim tanıdığımız, bildiyimiz toplantıcılar varsa, bir mağaza tutaq ki, açmaq istəyirsə, həmən mağazalarını aparıb bir-bir tanış eləyə bilərik, göstərə bilərik. Özümüzün bildiyimiz təcrübələrimizdən, praktikadan nə biliriksə, onunla bağlı dəstək ola bilərik. Buradan da yenə də sizin efir vasitəsilə də daha çox kütləyə eşitdirmək istəyirik ki, hər hansı bir biznes qurmaq fikriniz varsa və yaxud da mövcud biznesiniz var, fəaliyyət göstərdinizsə, yəni məhsul satışında daha çox, yəni digər hər hansı bir biznes ora bir çox dəstək verə bilmirik. Amma mağazadır, hər hansı bir məhsulun satışını həyata keçirmək istəyirsinizsə və yaxud da mövcud o işi görürsünüzsə və onun alternativ toplantıları tanımaq istəyirsinizsə, əlaqə saxlaya bilərsiniz və əgər bizim tanıdıqlarımız varsa, təmanəsi şəkildə sizə dəstək olub onların tanıtımında. Mən belə yanaşardım. Məsəl üçün mən kiçik bir məsəl üçün bölgədə yaşayıram və yaxud da Bakının bir kənarında bir yerdə yaşayıram. İstərsə də Bakıda yaşayıram. Bəlli bir büdcəm var. İstəyirəm bir biznes quram. Ağlıma gəlib məsəl üçün deyirəm, parfümeriya dükanı açmaq istəyirəm. Təbii ki, mənə nə lazımdır? Toplantıcı lazımdır və ondan birbaşa əlaqə qurmaq. Mən tanımadığım şəxslərlə gedib bu işi qurmaqdansa, bir növ belə deyək, orada riskli tərəflər ola bilər. Ola bilər mən bilmirəm bu parfümdən elə də anlayışım yoxdur. Siz necə bayaq qeyd elədiniz qida məsələsindən, qida sektorundan. Mənim anlayışım yoxdur, amma düşünürəm ki, kiçik bir mağaza açım, alım, gətirim, satım da belə deyək. Mənə elə gəlir ki, siz o toplantıları tanıyırsınız deyə mənə bir üstünlük olar deyə düşünürəm ki, sizin vasitənizlə onlarla əlaqə qurum. Ki siz zaten tanıyırsınız onları ki, kimlər hansı keyfiyyətdə, hansı belə deyək, sahədə xidmət göstərirlər. Yəni birbaşa məncə daha riskli olar tanımadığım adamlarla. Mən özüm başlayanda birbaşa məsəl üçün biz başladıq. Düzdür, orada hələ bizdə azdan çoxdan bir təcrübə var idi. Bir neçə tanıdığımız vardı. Gedib onlardan referans alırdıq, soruşurduq, məsləhət alırdıq ki, bu kateqoriya məhsulları kimi məsləhət görürsünüz, kimdən gedib ala bilərik, onun üzərindən
gedib alış-veriş edirdik. Daha sonra isə bazarı tanıdıqca isə artıq istər-istəməz soruşursan, edirsən, tanıyırsan. Qeyd etdiyiniz kimi, əgər siz Bakıda yaşamırsınızsa və aldığınız məhsullar da Bakıda satışı toplanıb Bakıda satılırsa, təbii ki, o çətinliklər var. Rayon bölgələrdən, regionlardan gəlib onu araşdırmaq, tapmaq biraz daha çətin olur. Düzdür, biz də bütün yalan olar ki, deyək ki, biz bütün kateqoriyalar üzrə satış edən toplantıların hamısını tanıyırıq. Yavaş-yavaş yəni bunu biz də həyata keçiririk. Amma o hansılar ki tanıyırıqsa, bizim qeyd etdiyimiz kimi o şəbəkələr YouTube üzərindən paylaşmışıq. Həmən kateqoriyada satışında olan məhsulları satan toplantılarda tövsiyə eləyə bilərik, aparıb tanış eləyə bilərik və çəkilişin etdiyimiz, göstərdiyimiz, əməkdaşlıq etdiyimiz toplantılarında öncədən həmən mağaza rəhbəri ilə, sahibkarla da kiçik bir anlaşmamız olur ki, kim ki yeni başlayır bu işə, kimin ki hər hansı bir sualları varsa, o tərəfdən dəstək olsunlar. Həm əməkdaşlar tərəfindən, həm özləri tərəfindən siz qeyd etdiyiniz kimi parfümeriya mağazası açmaq istəyirsə və sıfır təcrübədir, hansı məhsullar yaxşı satılır, hansı məhsullar daha tələbatlıdır və yaxud da mən regionda fəaliyyət göstərəcəm, regionda təbii ki, qiymət məsələsi biraz rol oynayır. Hə. O baxımdan da yəni sağ olsunlar həmən topdan satış edən sahibkarlarımız ki, o baxımdan da yəni dəstək göstərirlər ki, öz təcrübələrini ki, bu məhsullar məsələn tövsiyə edirlər ki, sizin satacağınız məhsullar deyil, bu daha çox şəhərin tutaq ki, mərkəzində daha bahalı çeşidlərdir ki, bu yəni səni aparıb bunu belə deyim də piştaxtında yatırdacaqsan, qalacaq. Amma onlar da sərf eləyir ki, daha çox dövriyyə olsun. O yenə də gəlib ondan o məhsulu alsınlar. Söhbətimiz çox maraqlı davam edir. Mən ayrılmaq istəməsəm də ayrılmaq məcburiyyətindəyəm. Qısa bir aradan sonra yenidən birlikdə olacağıq. Dalğanı dəyişməyin. Az sonra yenidən birlikdəyik. Bəli, əziz dinləyicilər, sizinlə mən Paşa Abdulla dəyişilməz dalğadan bir daha sizi salamlayıram. 93 FM-i dinləyirsiniz. Biznesin nəbzi proqramı ilə qarşınızdayıq. Sizinləyik. Qonağımız isə yenidən təqdim edim. Yenicə qoşulanlar ola bilər, çünki saatlar artıq 16:52-ni göstərir. Bu o deməkdir ki, işdən çıxanlar yavaş-yavaş iş yerlərini tərk eləyirlər, avtomobillərlə minirlər. Bu tıxaclarla bilmirəm necə evə gedirlər. Bu son günlər dəhşətli tıxaclara şahid oluruq. Özdə anlamsız, mən deyərdim, tıxaclar var şəhərdə. Çünki bu Formula 1 belə deyək, yarışlarına yenidən sahiblik edəcək ölkəmiz Bakı şəhəri, paytaxtımız. Çox gözəl bir yarışdır. Mən şəxsən bəyənirəm, alqışlayıram və o yollar belə deyək, hissə-hissə də olsa bağlanır. Orada heç bir tıxac yoxdur. Lakin digər Formula 1-ə aidiyyəti olmayan istənilən küçədə tıxacla qarşılaşmaq mümkündür. Bu aralar ancaq dost-tanışdan da, gələn qonaqlardan da bu barədə şikayət eşidirik. Hətta dünən qonağımız çox aralıdan şəxsi avtomobilini parkovkada saxlayıb, parking yerində saxlayıb, neynədi? Skuterlə özünü efirimizə çatdırmış oldu. Qonağımızsa yenidən təqdim edirəm. Azərbaycan Toplantıçıları layihəsinin rəhbəri Ağacan Ağayevdir və biz qaldığımız yerdən davam edəcəyik. Elə bu sualla, bir maraqlı sualla söhbətimizi davam etmək istəyirəm. Azərbaycan deməli toplantıçıları seçərkən də belə deyək, bu sahibkarlar yol verdikləri səhvlər hansılardır? Yəni biznes qurmaq istəyən şəxslər toplantıçı seçir və o seçimdə hansı çətinliklər var? Hansı addımlar atmalıdırlar? Necə doğru seçim etməlidirlər? Onlar haqqında zəhmət olmasa məlumat verərdiniz. Tövsiyələriniz nə olar? Bax, təcrübəniz var da, il yarımdır hardasa işləyirsiniz. Ondan öncə də özünüz ticarətlə məşğul olmusunuz ki, yəqin ki, topdan olub sizdə, yoxsa pərakəndə satış olub? İlkin olaraq qeyd etdiyim kimi biz fabrikdən götürüb topdan şəkildə satışını etmişik.
Növbəti etapda isə mağaza şəklində mağaza fəaliyyətimiz olub. Həm topdan, həm də belə deyim pərakəndə təcrübəmiz var və qeyd etdiyiniz kimi ən çox buraxılan səhvlər bəzən nə olur? Bunu ticarət mərkəzlərində həmin toplantıları çəkdikdə onlar da sahiblər tərəfindən dilə gətirilir. Demək, ticarət mərkəzlərində əsas sıralar var ki, daha çox alış-verişli və ora biraz elə o dildə desək xadaboy yerlərdə, yəni bərk gedən yerlər. Bəli. Əgər gəlib ticarət mərkəzinə getsiniz, soruşanda tutaq ki, filan mağazanın hardadır, toplantısı hardadır, avtomatik olaraq həmən o sıralarda fəaliyyət göstərənlər çoxu tanıyır ki, tutaq ki, bijuteriya sırası 6-cı, 7-ci sıradır, parfümeriya sırası 1-ci, amma bəzən elə toplantılar da var ki, həmən sıralarda yox, fərqli ünvanlarda da həmən ticarət mərkəzinin fərqli istiqamətində fəaliyyət göstərirlər, lakin ondan az adam xəbərdardır, lakin həmin adam da ixalçıdır, dövriyyəsi, milyonlarla dövriyyəsi var. Lakin bunu kənar adamlar biraz tanıması necə deyim? Yerinə görə biraz çətinlik yarana bilər də. Belə deyə indi bəlli bir ticarət mərkəzləri var ki, bu toplantılar orada yerləşirlər. Bunu hər kəs bilir, yəni ad çəkməyə də ehtiyac yoxdur. Və oranın da ərazisi belə deyək, sıraları çox böyükdür. Hətta sıradan insanlar adi belə deyək, alış-veriş üçün gedəndə bizdə bir qohum var. Ona biz canlı navigator deyirik, həmin o bazarların. Yəni adama zəng edirsən istənilən vaxtda ki, bəs mən filan mağazanı necə tapa bilərəm? Bir dənə bu sualı verir ki, harda dayanmısan? Deyirsən filan cərgədə, filan hissədə də belə. Hə, orada filan belə qara bir oğlan var, onu görsən, deyirsən ki, hə, onun yanından dön aradan sağa, sola dön, ora dön. Yəni ortada olan o piraşki satanı da deyir bir-bir. Yəni o qədər əzbər bilir. O da ki, çox nadir insanlarda belə deyək, yaddaş o cür olur ki, bütün bazarı belə deyək, əlinin içi kimi tanısa. Hətta mən deyərdim, orada illərlə çalışanlar belə o qədər tanımırlar. Nəyisə soruşanda heç cavablaya bilmir. Yer seçimi demək ki, önəmli bir faktordur. Əgər yer seçimi də düzgün deyilsə, biraz arxadasan, səni tanımırlar. Nə etmək lazımdır? Toplantıcı ilə əlaqə qurmaq lazımdır ki, o sizin yerinizi əlçatan etsin, tanıtsın. Düzdürmü? Bəli, qeyd etdiyiniz kimi topdan fəaliyyətiniz varsa və biz özümüz də onun axtarışındayıq ki, sırf birinci əl toplantıları çəkib göstərək ki, kimlər ki biznes qurmaq istəyir, kimlər ki mövcud və yaxud da biznesi var və onlara birinci əldən olan satış olsun ki, daha uyğun qiymətə alıb, daha rahat şəkildə satışını həyata keçirib və qazanc əldə etsinlər ki, daha bu işdə uğurlu olsunlar. Buradan da səslənirik, icazənizlə dilə gətirim, çünki bununla bağlı son videolarda daha çox yazıb istəyirlər bizdən. Əl işi ilə məşğul olan, biz bir toplantı çəkdik ki, əl işi ləvazimatları satan xammal və ləvazimatlar şam hazırlayıb satılmasında istifadə edirlər. Bildiyimiz, yəni belə deyək də, evdə istifadə etdiyimiz bu yanan şamdan söhbət gedir. Şamların biraz daha fərqli formaları, gül formasında, heykəl yerli formasında. Yerli istehsalçıdır, yəni əl işləri olaraq, yəni burada hazırlanır, yoxsa xaricdən gətirilir? Xaricdən xammal gəlir. Onun soyasıdır, parafindir və s. Yəni lazım olan bütün materiallarda belə deyək. Çəkilişdən mən də adını öyrənmişəm. Artıq mütəxəssis olursunuz o sahə üzrə. Həmən şama məsəl üçün çox tələbat gəldi izləyicilər tərəfindən ki, çox maraqlıdır. Toplantısını tapın, bizim üçün çəkin, hardan ala bilərik. Bir növ o da xarici təsirlərdəndir. Məsələn, istərsiniz həmən sosial şəbəkələrdə görürlər xaricdə və istəyirlər ki, bizimkilər də həmən o işi həyata keçirsin. Daha çox bunu pərakəndə şəkildə evdar, məsələn, xanımlar və yaxud da dərnəklər də ola bilər ki, bu işlə sırf məhsul əl işlərini öyrədirlər. Toxuculuqdur, şamdır, sabundur.
Onlar da evdə hazırlayıb onlayn şəkildə satışını həyata keçirə bilirlər. Bəziləri hətta xarici ticarət platformaları var ki, onlarda da yəni edilənlər var. Satışa çıxarırlar öz məhsullarını. Bəli, dünyanın sadəcə bizdə biraz çətinlik odur ki, çatdırılma məsələsində bizim biraz çətinlikləri olur özlərindən. Yəni xaricə belə Azərbaycandan hazırlayıb xaricə göndərmək biraz məsrəfli olduğuna görə kargo məsələsi. Ona görə əsasımız bu da sonda məhsulun dəyərini qaldırmış olur. Mənə elə gəlir ki, bir balaca irəliləyiş, inkişaf olsa, mənə elə gəlir ki, əl gəzdirilər o məsələyə ki, daha əl çatan olsun. Çünki çox yaxşı bir şeydir əslində. Gəlir sahəsidir. İnsanlarımız evdə oturub, yəni kimə bir pislikləri deyir ki, məncə orada bir güzəştlər olsa daha yaxşı olar. Güzəştlər və yaxud da sırf kim hər hansı bir hal-hazırda mövcud fəaliyyət göstərən kargo şirkətləri var ki, ölkəmizdə ancaq Azərbaycana gətirilməklə əsas məşğul olurlar. Düz qiymətləri sərfəli alıcılar tərəfindən, yəni sərfəli sayılır. Amma Azərbaycandan xaricə aparan demək olar ki, bilmirəm, 1-2 barmaqla sayılacaq qədər kargo şirkəti var. Onlar da qiymətlər məsələsi, tariflər biraz yüksək olduğuna görə belə deyərdim, o 1-2 olduğuna görə məncə qiymətlər biraz yüksəkdir. Məncə tələbat çoxalsa, onların da sayı, o kargoların da sayı artsa, rəqabət artmış olacaq. Mən belə düşünürəm. Yəni bilmirəm, səhv eləyirəm yoxsa yox, amma biz bax söhbətimizi burada donduraq. Çünki niyə? Yenidən bir qısa fasiləyə ayrılırıq, amma siz heç yana ayrılmırsınız. 93 FM-də qalın. Bura çox sağlam radiodur. Yenidən birlikdə olacağıq. Bəli, əziz dinləyicilər, yenidən bir aradayıq. 93 FM-i dinləyirsiniz. Sağlam radionu. Sizinlə mən Paşa Abdulla Biznesin Nəbzi proqramında bir aradayıq. Qonağımızı yenidən xatırlatmaq, təqdim etmək istəyirəm. Azərbaycan Toptancıları layihəsinin rəhbəri Ağacan Ağayevdir. Bir daha xoş gəlmisiniz, xoş gördük. Təşəkkür edirəm. Az öncə maraqlı bir məqama toxunmuşduq. Elə oradan qaldığımız yerdən davam edək. Bu əl işləri məsələsi idi. Əl işlərinə olan tələbatdan söhbət getdi ki, daha çox maraq doğurur, belə deyək, istifadəçilər tərəfindən. İstərdim elə oradan davam edək. Bir də nə idi vurğuladınız? Əl işləri və şamlar, bir də sabun. Sonda onu dilə gətirim, inşallah qeyd eləyərəm. Həmən evdən çıxmadan kimlər ki, o evdar xanımlar ola bilər məsəl ki, daha onlar üçün əlverişlidir, əl işləri hazırlayıb onların satışını həyata keçirmək. Onunla bağlı çox sorğular oldu ki, ilk öncə həmən şam ləvazimatları, xam malı satılan toptancı axtarırdılar. Biz onlar üçün bir toptancı çəkib təqdim elədik. Ondan sonra həddən çox tələbat oldu. Çünki niyə? Həmən video daha çox insan qarşısına çıxdı və başladı digər əl işləri ilə, digər sahədə olan əl işləri ilə məşğul olan vətəndaşlarımız mı deyək, analarımız, bacılarımız daha çox müraciətlər gəldi ki, toxuculuqla bağlı həddən çox istədilər hansı toptancılar var, onları da çəkin. Sabunla bağlı hansı toptancılar var, onları da çəkin. Və belə bir şey var ki, hansı videonu daha çox maraqlanırsan, alqoritm avtomatik sənin qarşısına həmən videoları çıxardır. O konseptdə olan videolar çıxır belə qarşına. Həmən dövrdə də qarşıma həddən çox o konseptdə olan əl işləri ilə bağlı konseptdə olan səhifələr və sair çıxdı. Xarici səhifələr də var. Görsən ki, doğrudan da yəni bir həmən şam olsun, sabun olsun, elə maraqlı fiqurlar hazırlayırlar ki, yəni onlar da düzdür qəlbdir, yəni qəlbdə hazırlayırlar, əridirlər. Onlar hamısının çəkiliş əsnasında mən sual-cavab əsasında o toptancıların mağaza rəhbərlərinin əsnasında öyrənmişəm. Xam malı tökdün, əritdin, onun boyasını tökürsən, daxilinə hansı bir bəzək əşyaları və s. əlavə edib maraqlı bir kreativ bir şeydir. Onda amma yaxşı da satışı var. Qiymətləri də düzdür. Get-gedə onda ilə belə rəqabət artır, daha çox insan düzəldir. Düzdür, yenə fərqlənən, daha çox kreativ fikirli olanlar, əl bacarığı olanlar, onlar yenə öz
yerini işlərini qoruyub daha yaxşı saxlaya qoruyub bilirlər belə də satışını edə bazarda. biləcəklər. Öncə qeyd etdiyim kimi o xarici saytlara da çıxardıb satanlar var hətta. Hal-hazırda bizə sizin efir vasitəsilə də çıxaq indi eşidən olarsa əgər bununla bağlı müraciətlər çox gəldi. Sabun bazı deyilən bir xam maldır ki, onu sabun hazırlayırlar. Yenə eyni qaydada əl işidir. Qəlblərə tökürlər, əridirlər indi hansı formasa da onun satışını həyata keçirirlər. Bununla bağlı inanın bəlkə 150-200 həm şərh, həm mesaj Demək ki, tələbat var, maraq var insanlarda buna. O sabun hazırlanması prosesinin bir dəfə özüm də iştirak eləmişəm. Bir ara bir ideya gəlmişdi bizdə. Xaricdən bir qohumum əslində o ideyanı özü ilə gətirmişdi. Hətta bəzi şeyləri oradan da gətirmişdi. O vaxtlarda mən görməmişdim. Çox uzun illər bundan qabaq olan bir söhbətdir. Əslində çox maraqlı bir işdir və orada ətir qatırdılar onlar. Bəli. Ətirli sabun olurdu. İstifadədən sonra, yəni həmin ətir gəlir. Çox maraqlı bir işdir əslində. Bizim Cəbiş müəllim kimi sabun bişirmək məsələsi. Demək ki, bu sahədə boşluq var. Yəni topdançı olaraq bu sahədə boşluq var. Ola bilər var bəlkə də siz biz tanımır, amma biz soruşturmuşuq. Belə deyim də həmin o kimlər ki, tutaq ki, Şam topdancısını çəkmişəm. Ondan soruşmuşam ki, bu var. Ad verib, sonra maraqlamışıq, onlarda da satılıb, bitib. İndi yeni gözlürük ki, məhsul gəlsin. Həmən topdançı da özü sifariş edib, tələbat çox olduğuna görə. Sentyabrın sonu, oktyabrın əvvəlləri üçün onlar da məhsul gəlməlidir. Amma o da biraz gecikdirir. Yəni bu sırf onu hazırlayıb satan şəxslər üçün bir aya gələcək, 2 aya gələcək, o biraz onların işini axsadır deyə düşünürəm. Mənə elə gəlir ki, tələbat varsa, o tələbata uyğun o toptancılar artıq bir hərəkətə keçməlidirlər. Əgər varsa, buradan mən də səslənirəm. Demək, sizin səsinizə səs verərək ki, əgər varsa, belə bir bu nə idi maddənin adı, belə sabun bazı, belə deyək, belə bir xam maldır. Onu gətirənlər varsa, elə məhz sizdən, yəni topdan şəkildə gətirib satışını həyata keçirən şəxslər varsa, 099 886 88 87 nömrəsi ilə birbaşa əlaqə qursunlar, çünki bazarda buna tələbat var, belə deyək. Özdə mənə elə gəlir ki, onlara daha çox dəstək olsaq daha yaxşı olar. Əsasən dediniz evdar xanımlar falan bu işlə məşğul olurlar. Çox gözəl bir işdə evdən çıxmadan sabun bişirirsən, satırsan, belə deyək, pul qazanmış olursan. Bir daha təkrar edim nömrələri 099 886 88 87. Bu toptancı ilə birbaşa əlaqə qurmaq üçün olan nömrədir. Və mən sualımı belə vermək istəyərdim ki, nə kimi yeniliklər planlayırsınız? Bax, toptancıda indi qeyd elədik, bax, müraciət elədik burdan ki, hə, bu sahəyə, bu belə deyək də, toptancı işinə ehtiyac var. Nə kimi yeniliklər plandadır? Gördüyünüz bu sahədə, bu işdə nələrə tələbat var, hansı sahələrdə, yəni bu sabundan başqa məsəl üçün mənə elə gəlir ki, boşluqlar yenə də var. Varmı başqa boşluqlar? Nələr düşünürsüz, nələr həyata keçirmək planlarınızdadır? Bu haqqda istərdim məlumat verəsiniz. Boşluqların hamısını bilmək bizə biraz çətin məsələdir, çünki bizə hansı sorğular gəlir və biz həmən sorğular üzərindən başlayırıq, soruşub, araşdırıb tapırıq və tapa bilməyəndə artıq bilirik ki, burada çətinlik var. Bunu eləyən olsa, gətirən olsa daha yaxşı olar. Bizim planlarımızda sloqanımız var bizim. Toptancıları tanı, biznesə başla. İlk etapda, birinci mərhələdə həmən bu görəcəyimiz iş toptancıları tanıtmaqdır. Və onları bir platformaya yığmaqdır, bir sayt üzərindən, daha sonra bir app üzərindən onları bir platforma üzərində cəmləmək və ikinci hissə isə o biznesə başla hissəsi isə
biznesə başlamaq istəyən vətəndaşlarımıza, həm yerlilərimizə dəstək olmaqdır. Burada həm toplantıları onlara tanıtmaq olsun, həm məhsul seçimi olsun, hər hansı bir biznes planının qurulmasına qədər bütün mərhələlərdə kömək etmək olsun ki, həmin bu sloqanımızı elə bil tamamlamış olaq. Toplantıları tanıtmaq və ikinci etapda isə onların biznesə başlamasında dəstək olmaqdır. İnşallah ki, irəliləyən fəaliyyət dövrümüzdə tez bir zamanda bu öz bəhrəsini, öz nəticəsini verəcək. Dostlar, biz yenidən qısa fasiləyə ayrılacaq sizinlə. Çox qısa olacaq bu dəfə. Odur ki, dalğanı sözsüz ki, dəyişmirik. Yenidən birlikdə olacağıq. Bəli, əziz dinləyicilər, yenidən bir aradayıq. 93 FM dalğasındasınız. Sizinlə mən Paşa Abdullah, qonağımız isə Azərbaycan Topdançıları layihəsinin rəhbəri Ağacan Ağayevdir. Efirimizin vaxtına sayılı dəqiqələr qalıbdı, amma mən bəzi suallar ünvanlayacağam yenidən qonağımıza. Mənə maraqlı nədir? Bax, əməkdaşlıq etdiyiniz topdançılar var, belə deyək. Təxmini bir rəqəm deyə bilərikmi? Hal-hazırda nə qədər topdançı var, belə deyək? Sizin səhifənizdən, belə deyək də, layihənizdən əməkdaşlıq edən təxmini bir saymısınız ümumiyyətlə? Məncə bir xeyli olar. 50-nin üzərindədir hal-hazırda. Çünki biz o disiplini saxlayırıq ki, həftədə bir toplantıını çəkib onların tanıtımına keçirək. Elə bir televiziya proqramıdır. Həftədə bir dəfə efirə yayımlanır. YouTube kanalı üzərinə hər həftənin bazar günü üçün biz paylaşımlarımızı edirik, tanıdırıq. Aya 4 düşür. İndi bu inşallah irəliləyən fəaliyyətimiz dövründə onu həftəyə 2-yə qaldırıb. Bu da müraciətlərdən əslində təbii ki, müraciətlərdən və biz zaman məsələsidir ki, biraz fiziki olaraq da onları çatdırmaq, çünki videonu hazırlamaq, onu montajı söz yox. Və bu çalışdığınız toplantılar arasında ən çox sizcə tələbat hansı çeşiddə məhsullar, belə deyək, topdan satışını həyata keçirənlər, tələbat hansılara daha çoxdur? Tələbatı yenə biz öz izləyicilərimizdən gələn tələbatların statistikasından sizə desəm daha yaxşı olar. Ən çox o sahələrə müraciət olunur ki, onun həmən sahəni də biznesi qurmaq, həmən kateqoriya, həmən çeşid məhsulların satmaq daha rahat gəlir onlara, daha az məsrəflə başa gəlir həmən şey. Bu ən çox kiçik həcmli zinət bəzək əşyalarıdır, hədiyyəliklərdir, aksesuardır, saatdır. Daha sonra qeyd etdiyimiz bayaq ki, əllə işləri hazırlamaq üçün istifadə olunan xam mallardır, epoksididir, şamdır, sabundur, toxuzluq və s. Daha sonra biraz daha iri həcmli məhsullar, məsəl üçün alış-satışı, onun üçün daha çox maliyyət lazım olduğuna görə, məsəl üçün elektronikadır, məişət əşyalarıdır, xalçası olsun, pərdədir, tekstildir və s. Bu ən azı bir 15-20 min manat üzəri bir xırda bir mağaza və ya biznes qurmaq üçün lazım olan bir vəsait lazımdır. Ona görə ən çox tələbat daha rahat alınıb, satıla bilir və tez bir zamanda qazanc əldə olunacaq bir çeşidlər üzərindən bizə çox sorğular gəlir. Bəs kateqoriya olaraq sizcə, çünki orada bilinir də, bu sosial şəbəkələrdə məncə onu görmək də olur, həm də sizlə də, sizin vasitənizlə də o toplantılarla əlaqə saxlayırlar deyə, hansı yaş kateqoriyalarıdır? Bax, o da bir maraqlıdır mənim üçün. Daha çox gənclərdirmi, orta yaş nümayəndələridirmi, yoxsa məsəl üçün indi yaşı daha irəliləmiş müraciətlər sizcə hansılar daha çoxdur? Bilmirəm, ona diqqət etmisiniz ya yox? Biraz spontanlı oldu sualı. Əslində mən özüm də birdən maraqlı gəldi ki, görüm gənclərimiz nə dərəcədə maraqlıdır, aktivdir bu sahə üzrə də, belə deyək, alım toplantıdan satım, biznes qurum. O haqqda bir bilgi verərdiniz. Bunu bu sosial şəbəkələrin bir şey var ki, yaxşısıdır, yaxşı tərəfi var ki, ölçülə biləndir. O həmən statistikalar. Elə ona görə o sualı verdim ki, orada statistikalar görsənir.
Və elə hər dəfə hansı ki video daha çox reaksiya gəlir, baxış gəlir, girib orada statistikalara baxıram ki, görüm burada var da izlənmə faizi, sonadakı neçə faiz izləyib, hansı yaş kateqoriyası, hansı yaş aralığında olan izləyicilərdir, qadındır, kişidir və s. kimi. Elə sizlə danışa-danışa ona baxa bilir, real yerində demək istəyirəm. Misal olaraq burada ən çox izlənilən göstərir Bakı şəhəri. Bakı şəhərində. Bakıdan maraq. Bakı şəhərindəndir. Ortalama 30 saniyənin ortalaması götürülür bu. 8 saniyəsi tutaq ki, ortalama izlənmə müddəti 30 saniyənin 8 və saniyə. O da ondan irəli gəlir ki, baxırlar, sonra sizə ünvanlayırlar ki, orada filan saat var. Sona dək deməli daha çox baxmırlar. Düz indi bu ortalama bir statistikadır. Söz yox. Yaş arası da ən çox 25-35 yaş arası ən çox şkalada ən çox yer tutan yaş kateqoriyasıdır. Demək ki, gənclər daha çoxdur. Yəni gənc sayılır. 25-35, sonra 35-45, daha sonra 45-55 get-gedə bu düşür aşağı. Çox gözəl, çox maraqlı. Mənim üçün də bir yenilik oldu bu sahə. Mən şəxsən düşünməzdim ki, belə bir iş qurmuş olan ola. Hər şeyi bu qədər daha asan eləmək. Yəni düşünürün ki, əvvəllər bir biznes qurmaq üçün aylarla da əziyyət çəkib axtarış eləməli idin, ondan görüş, bundan görüş, amma indi bu qədər rahat və əlçatan etmisiniz. Bunun üçün ayrıca bir təşəkkür eləyirəm sizə, Ağacan bəy. Verilişimizin sonuna sayılı dəqiqələr qalıbdı və mən sonda istəyərdim öz şəxsi, belə deyək, təcrübənizdən irəli gələn bir tövsiyələr varsa dinləyicilər üçün, həm biznes qurmaq istəyənlər üçün, yeni biznes qurmaq istəyənlər üçün, həm topdançılar üçün bir tövsiyələriniz varsa, çünki mən bayaq fasilədə bir mövzuya toxundum ki, bəs var da gedirsiniz, müraciət eləyirsiniz ki, bəs sizin bu topdançı mağazanızı belə deyək də təqdim eləyək, tanısınlar, daha əlçatan olsun. Bəzən biz yeniliyə açıq olmadığımızdan dolayı insanlarda belə bir şey var ki, mən nə edirəm? Məsəl üçün adamın milyonlarla bəlkə də dövriyyəsi var, topdançı olaraq var elə sahibkarlar, söz yox. Və adam düşünür ki, mən nə edirəm? Onsuz da məni tanıyan tanıyır. Amma mən hər zaman bunu qeyd edirəm ki, dünyaca məşhur brendlər, markalar var ki, adamlar 100 ildir, 150 ildir, yəni markadılar, brenddilər. Amma gəlirlərinin müəyyən bir faizini daima reklama, tanıtıma yönəldirlər. Buyurun, sözü verirəm sizə, yekun olaraq həm topdançılara, həm də biznes qurmaq istəyənlərə tövsiyələrinizi verərdiniz. O sözünüzə qüvvət. Həmən qeyd etdiyiniz kimi o bəzi olur ki, bəli topdançılara istəyirlər deyə biz onlara müraciət edirik ki, onları göstərək, bildirək və tanısınlar, kim ki tanımır, gəlib əməkdaşlıq etsinlər. Bəziləri olur ki, siz deyən kimi reklama, əslində reklam deyil də bu tanıtım kimi əslində gedir. Biznes qurmağa yəni dəstək məqsədli. Amma sonuçta reklam qazanmış olurlar belə baxanda. Bəli. Sahibkarlar, yəni topdançılar. Bir tərəfdən haqq vermək olur. Bəzi topdançılar var ki, məhsullarından çəkib göstərilməsindən ehtiyat edirlər. Çünki onları kopyalamasınlar. O tərəfi də var. Heç o mənim ağlıma gəlmədi şəxsən. Bəziləri var ümumiyyətlə yeni məhsullar gətirir, istəmir ki bu. Özünün öz ideyasıdır. Öz məsələn dizayn hazırlatdırıb, sifariş verib, içində istehsal elətdirib, ölkəyə idxal edir. Məsələn bu ən çox bəzək aksesuarlarda məsəl üçün müşahidə etmək olur ki, sırf bunu bazara bu adam gətirir və onun həmin məhsulun satışı əla gedir də və istəmir ki, düzdür, onu oğurlamaq istəyən, kopyalamaq istəyən zaten istənilən yolla müştəri göndərə bilər, onu məhsula ala bilər və s. Yenə də o şəkildə indi istəmir ki, hamıya, geniş kütləyə bunu çəkilsin, ümumi göstərilsin, daha çox yayılsın. Ondan ehtiyat edib istəməyənlər olur. Və bir də həm də buradan bu izləyicilərə və biznes qurmaq istəyənlərə bir kiçik xahişimiz olar ki, bəzi topdançılar var ki, biz qeyd eləyirik ki, yalnız topdan satışdır, orada pərakəndə satış yoxdur. Bəzi topdançılar var ki, həm topdan, həm də pərakəndə olaraq da satış istiqamətləri var. Bəziləri amma yalnız topdandır. Yəni
videodan görüb məsələn deyirlər ki, bundan bir ədəd gəlib ala bilərik və yaxud da bundan bir dəst istəyirik. Əsas tövsiyəmiz o zaman budur ki, diqqətlə izləsinlər Bəli. sizin bütün paylaşımlarınızı ki, agah olsunlar. Yerdə qalan sualları da mən bir daha sizin nömrələri qeyd etmək istəyirəm. 099 886 88 87 nömrəsi. Bizə ayrılmış vaxt sona çatdı. Mən sağollaşmaq istəyirəm. Elə siz də dinləyicilərimizlə sağollaşa bilərsiniz. Gələn həftəyə qədər, həftənin birinci gününə qədər sizinlə sağollaşıram. Yenidən dəyişilməz dalğada birlikdə olacağıq. Buyurun, siz də yekun olaraq tamaşaçılarla, dinləyicilərlə daha doğrusu televiziyada işlədiyimdən dolayı təcrübəm oradan gəlir. O tamaşaçı sözü hələ ki dilimdən çıxmır. Yəqin ki, yaxın zamanlarda dinləyici sözünə alışaram. Buyurun. Mən də ilk öncə sizə təşəkkür edirəm. Sağ olun, dəvət etdiniz və bu studiyadan səsimizə səs verdiniz və dinləyicilərimizə təşəkkür edirəm, bizi dinləyənlərə təşəkkür edirəm. Kimlərinsə buradan səsləndirdiyimiz sualları qeyd edibsə, müraciətləri varsa, qeyd olunan əlaqə nömrələrlə əlaqə saxlansınlar və böyük toplantılara səslənirəm ki, çəkinməsinlər. Həm sizin efir vasitəsilə, həm bizim səhifə vasitəsilə özlərini bu yeni biznes qurmaq istəyənlərə dəstək olsunlar. Sağ olun, salamat qalın. Sağ olun.